Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil ferecehum. Allahın salavatı və səlamı və rəhməti və məğfirəti və bərəkətləri sənin üzərində olsun. Ey Allah Rəsulunun istəkli nəvəsi, Həzrəti Əmirül-Müminin və Fatimə Zəhra əleyhissalamın sevimli qızı, ey Kərbəlanın qəhrəmanı, ey Zeynəb-i Kubra, Həzrəti Zeynəb əleyhissalamın səadətli tarixi mövlud günü münasibəti ilə başda İmam Zaman əleyhissalam olmaqla yanaşı bütün əhl-i sevənləri səmimi qəlbdən təbrik edirik. Və bu bərəkətli günlərdə Allah Təbarək Teala'dan Həzrət Zeynəb məktəbinin mərifətini bayramlıq təmənna edirik. Bildiyimiz kimi tarix boyu Həzrət Zeynəb səlamünəleyhanın məktəbi inkişaf və tərəqqidə olub və olacaqdır. Və tarix boyu da bu məktəbin inkişaf və tərəqqisinin qarşısında olan zalim və mənfur qüvvələr də olub və olacaqdır. Misal olaraq bu günləri Azərbaycanımızda Həzrət Zeynəb səlamünəleyhanın məktəbinə qarşı olan haqsızlıqları, zülümləri biz qeyd edə bilərik. Ki bizim bildiyimiz kimi təqribən 72 ya 73 gün əvvəlcə bundan qabaq Həzrət Zeynəb səlamünəleyhanın məktəbini yaşayıb və yaşadan 6 nəfər möminə bacılarımız tarixi Ərbəin günündə gördükləri savablı işdə, bir xeyriyyəçilikdə, ehsan payladıqları şəraitdə rejimin zülmünə xidmət edən polislər tərəfindən təzyiqə məruz qalaraq haqsız yerə həbs olunublar və bu günləri Həzrət Zeynəb səlamünəleyhanın məktəbinin demək olar ki, həqiqətini yaşadan 6 nəfər möminə xanım həbsxana həyatına məhkum olub və bu günləri həbsxana həyatını yaşayır. Kənarda olan və Həzrət Zeynəb səlamünəleyhanın məhəbbəti ilə yaşayan insanlar bu günləri demək olar ki, hamılıqla bu işə etiraz edirlər və tezliklə bu 6 nəfər möminə xanımın azadlığını rejimdən tələb edirlər və biz bu tələbimizi heç vaxt dayandırmırıq və dayandırmayacağıq. Və Allah Teala xanım Zeynəb səlamünəleyhanın hörmətinə tezliklə, izzət ilə bizim bütün əsarətdə olanlarımıza haqsız yerə həbsxana həyatına məhkum olan dindarlara, əhl-i beyt sevənlərə və xüsusilə də 6 nəfər bacımıza tezliklə azadlıq istəyirik və biz bunu bu günləri rejimdən, ailə rejimindən tələb edirik. Bu bizim bir müsəlman kimi boynumuzda olan bir vəzifədir. O əzizlər ki, bu günlərdə süfrələr salıb və bu günlərdə xanım Zeynəb mövludunu qeyd edərək və ehsan, xeyriyyəçilik işləri görürlər. Bu işə biz əgər Həzrət Zeynəb səlamünəleyhanın baxışı ilə baxsaq, işin həqiqi və işin mahiyyətini daha dəqiq qiymətləndirsək, hansı addımlar atılsa daha məsləhətlidir? Əvvəla, hamılıqla bu xanımların azadlığını tələb eləmək bizim vəzifəmizdir. Siz də bu xanımların azadlığını tələb edin. Dualarınızda unutmayın. Və verilən ehsanlar və bu günləri süzülən aşılar və bişirilən şirnilərin xərcinin ən azından yarısınısa belə o 6 nəfər xanımın ailələrinə yönəldin. Onları xanım Zeynəb təvəllüdü münasibəti ilə siz yad edin.
onların ailələrinə baş çəkin, onları ziyarət edin və inşallah ki, bu işdə Həzrət Zeynəb səlamünəleyha sizə duaçı olar və Allahdan da sizin bu ehsanlarınızın qəbulu üçün həm dua edər, həm də Həzrət Zeynəb səlamünəleyhanın ruhu şad olar. Xanım Zeynəbin yolunu, məktəbini, o məktəbin mahiyyətini dərk edib, yaşayıb və yaşadanlar həbsxana həyatına məhkum olduğu bir zamanda bizim Həzrəti Zeynəb səlamullahi əleyha üçün açdığımız süfrələrdə olar əgərləri yad olunmasa, sizcə Həzrət Zeynəb səlamullahi əleyhanın ruhu şad olar. Xanım Zeynəb səlamullahi əleyha razı qalar. O qalır hər kəsin öz öhdəsinə. Odur ki, Allah təbarək təala bu məktəbin mərifətini bizlərə ruzi və bayramlıq əta eləsin. Gələn günlərimiz xeyirli olsun.